Bu cavabın negativ çıxması sizin birliyinizə təsir göstərəcəkmi? DNK-nın nəticəsi Əkbər onsuz da dedi ki, övlad mənimdir, mən qəbullanıram. Burada biz ona sual verdik öncədən. Dedi ki, mən qəbul edirəm, övlad mənimdir. Hasan dedi. Onda əgər qəbul etsə hörmətli mənim həmkarım. Yox, elə demədi. Elə olmayıb baxır. Yox, elə olmadı, elə demədi. Elə olmayıb. Mən qəbul edirəm demədi. Dedi, mən Pərvinə görə o evə qayıtmışam. Amma övladda 100% əminəm ki, mənim uşağımdır dedi. Mən də onu deyirəm, elə dedi də. Hə. Zar Övlad bəy, mənim övladımdır dedi. Ay sağ ol. Hə. onun övladı olmuş olsa da Övlad belə, dedi, mənim hörmətli övladımdır, ekspertlər, qəbul onun edirəm. övladı olmuş olsa da o bir yastığa baş qoydu, xanımının şübhəsi olduğuna görə belə də, genetik ekspertizə tələb elədi. Demək, şübhəsi var imiş bu adam. Əkbər müəllim, mən indi sizlə burada, bax, bu məqamda nədə razı deyiləm? Deyirsiniz ki, Əkbər əvvəl tələb elədi, sonra qəbullandı. Bəli, bunu öz aralarında həll etsəydilər, mən sizdən razı, o DNT-ni cırıb tullaya da bilərdilər. Ay, sonra- Amma bugünkü gündə milyonların qarşısında çıxıb DNT-ni tələb edən oğlan zəhmət çəkib DNT-nin cavabını da Ay, elə milyonların qarşısında da eşitsin. Hə və yox. Mən də deyirəm ki, bax mən də söyləyirəm. Əkbər Bax, mikrofonu götürsən. Mən də söyləyirəm ki, bu cavabdan asılı olmayaraq, onu tələb edən oğlan şübhələndiyi Qoy mən xanımın deyim. yanındadır. Əvvəla, dəyərli ekspertlər, Əkbər tələb eləməmişdi. Anası tələb eləmişdi. Niyə? Vaxtı ikən verilişdə Əkbər sizə dedi ki, Zaur sənə dedi ki, mən DNK istəyirəm ki, görün mən həqiqətən Sənübərin oğluyam. Razıyam. Və ona görə Sənübər xanım tələb elədi ki, mən də DNK istəyirəm ki, görüm oğlumun evladıdır. Belə olub, dəyərli ekspert, ondan sonra Əkbər də dedi ki, bəli, istəyirəm. Düzünü danışaq da, Mehriban xanım, reallığı danışaq. Sonradan Əkbər bəy dedi ki, o mənim övladımdır və əminəm ki, mənim övladım, mən qəbul edirəm övladımı. Onu sözü sonra Əkbər dedi. dedi. Onu sonra. Sonra desə də qəbullandı da artıq. Ha. O düz deyil axı. Mən durum Əkbərin Pərvinin əvəzində mən durum DNT istəyim. Elə şey olur. O deyirəm- Onda o DNT düz deyil. Deyirəm, birinci- Nəyə də getdilər ora? Ayla. Xeyr, burada deyildi ki, Əkbər istəyir. Ona görə də Pərvin getdi. Elə deyil. Bəli, Əkbər özü istəmişdi. İstəyirsən, Zahir bəy, Sənübər dedi. Referans klinikasına kim gedib? Onu Əkbər istədi. Kim deyir desin, mənə bax, İstəmədi, sən tələb öz elədi. oğlun var. Kim deyir desin, onu Əkbər özü istədi. İlahi Əslində xanım, Pərvin cümləşmək dedi lazım. ki, Tələb elədi. Pərvin Durum indi gedim uşağı gətirim deyim Zahir müəllim. Mən DNT istəyirəm. Mən kiməm ki DNT Onda istəyirəm? belə çıxır ki, Əkbər anasını öyrətmişdi. Elə şey olur. Əkbər Pərvin İndi kim dedi ki, öyrətmişdi? mənim indiyənə Onu mən qədər bilmirəm, İlahə, Əkbər- İlahə bir saniyə gözlə. Mənim indiyənə kimi yadımdadır ki, Pərvin dedi ki, əgər Əkbər istəyirsə gedirəm analizə. O söhbətdən sonra dedi də Pərvin. Mən hardasa bir həftə siz hansı səbəbdən ən çox siz və hamımız buradaydı. Hansı səbəbdən sonra, nədən sonra hansı səbəbdən sonra DNT istiləndi dedi. Mən o günə kimi həmişə arxaya atırdım. O sözü hiç eləmək istəmirdim. Zahir bəy, referans klinikasında kimdən qan nümunələr götürülür? Sizdən, məndən, yoxsa Əkbərdən? Əkbərdən və Pərvindən. Deməli, özünün təkidi ilə gedilib ora, xahişi ilə gedilib ora. Olmaz bu qədər. Ver mən sözümü deyim sonra. Yox, elə deyil. Mənə bax, açıq danışın. Burada örtülü bazar dostluğu pozar. Burada belə danışmayın, mən sevmirəm. Açıq, kim dedi sənə, kim istəyib o DNT-yə aç burada de. Hər bir halda burada bir qadın ləyaqətindən söhbət gedir. Əkbər o genetik ekspertizdən tələb etməklə bağlı qadınlar Əgər şübhəsi var idi. adam barışacaqdısa, əgər adam barışıq eləyəcəkdisə, o zaman bu nəyə lazım idi? Yəni mən bir adamla barışacamsa, mən onu niyə DNT-yə aparmalıyam? Desin də, ağzın bağlı. DNT analizi hamımıza Deyirsən, amma burada demirsən. Gəlin sən. Atılan günü deyəcəm o DNT-ni.
DNT analizi hamımıza məlumdur ki, müəyyən şübhələri varsa, bu halda olunur ki, şübhə aradan qalxsın. Deməli, Əkbərin hər hansı bir şübhəsi olubdur ki, bu DNK analizini tələb eləyibdir. Ancaq efir vasitəsilə sonra Əkbərə sual verdikdə dedi, uşaq mənim uşağımdır, övlad mənimdir, nə varsa, necə varsa o cürdə qəbul edirəm. Onda Gülnar xanım, bu dəyəri 2500 manat, 3000 manat civarında olan bu ekspertiza nəyə lazım idi? İndi biz bilmirdik, yaxşı sonra barışacaqsınız. Öncədən tələb eləmişdi də. Yəni ki, baş ağrıyırdı, verilişin o başı ağrıyırdı da ki, 3000, 5000 xərc Öncədən çəksin. aralarında söz söhbət olanda, öncədən tələb elədi də. Yəni Pərvin də çox rahatçılıqla da getdi o DNT-yə. Hələ bugünə qədər bir sualın cavabı açıq qalır. O uşaq həqiqətən də Əkbərdəndirsə, tək elə də olsun necə hamımız da istəyirik. Niyə təzədən yenidən Pərvinə bir növbəti ləkə yaxalamaq? Və biz də onu deyirik ki, əgər xanımla bir öz həyat yoldaşından şübhələnən bir bəy bugün həmən xanımın yanındadır, bir yastığa baş qoyurlar və gözəl bir ailə tablosu göstərilir. Amma uşağa münasibətdə şübhələni ekspertiza keçməsini tələb edir. Bunu mən başa düşə bilmirəm. Ağıl əgər atacaq dərəcədə işləyirsə, 1000 dənə adam bir söz onda belə çıxır ki, gecə ilə ona kimsə desəydi ki, Pərvini gedib itələginən eyvandan yıxılsın, gedib itələyəcəkdi ki, mənə dedilər itələ, mən də itələdim. Onda belə çıxın, Pərvin xanım bu günləri etibarı əllərdə deyil. Əlbəttə. Əlbəttə. Xarakter gündə külək kimi o tərəfə, ola bilər Pərvinin səhvləri var, ola bilər günahları var, Əkbərin də, Pərvinin də, hamımızın səhvimiz, günahımız var. Onun da özünə məxsus səhvləri var. Bəli. Amma ya üz, ya düz, ya dayanacaqsan yanında, arxasında, bu boyda həngamə nəyə lazım idi? Nə üçün idi? Bu boyda spektakl, bu qədər, bu nəyə lazım idi? Məsələn, əgər mən bir də bu qadının yanına qayıdacamsa, onunla bir yastığa baş qoyacamsa, onunla TikTokda videolar çəkəcəmsə, onunla həyatımı davam etdirəcəmsə, illah da bu nəyə lazım idi? Nə üçün idi? Yaqın belə çıxır ki, bunu kimizə göstərmək üçün lazımdır. O bildir ki, nəyə görə dedi. Mən də başa düşürəm. Videolar gəldi. Bəs onda bütün bunlardan sonra niyə qayıdır onun yanına? Mən özüm də Bəs ondan sonra sən məhdəlsənsə, niyə öpüb bağrına basırsan? Kimi? Bu deyil Pərvini. Uşaqdır, yəni cavandır. Salam əleykim. Onda gəlin belə danışaq da. Oğlumla gəldi, qəbul elədim. Dediklərinizin hamısını qəbul eləyib bir kənara qoyursunuzsa ki, olub da, olub, deyiriksə. Yəni, o zaman, nəysə. Yəni, mən... Bugünə qədər Zahir bəy... Müəyyən mənada mən Pərvini artıq qınamamağa başlayıram. Zahir bəy, bugünə qədər mən o suala cavab tapmamışam ki, Əkbər bəy oradan genetik ekspertiza nəticəsinə uyğun olaraq o uşaq onun çıxmasa, o Pərvin xanım yanında qalacaq, qalmayacaq. Mən təxmin eləyirəm Əkbərin cavabını. Təxmin eləyirəm. Əgər olmazsa, təxmin eləyirəm. Onda Sənibər xanım hara qoy, İlahə xanım hara qoy. Bu ailəyə görə bunlar... İlahənin öz həyatı var, ailəsi var, uşaqları var, balaları var, gedəcək həyatını yaşamağa. Sənubərin də öz həyatı var, maşallah. Gedir, tək balaca, balaca bir evi var. Gedəcək, qapısını bağlayacaq, gedəcək işinə, gələcək evinə. Hərənin öz həyatı var. Nə onun həyatına qarışandı, nə də onun həyatına qarışandı. Bunlar artıq bitiblər. Bunlar artıq tükəniblər bunların söhbətlərindən. Ailə idilər. Heç kimin evində gəlib belə dayanmamalıdır ki, görün Pərvin hara gedəcək, Əkbər hara gedəcək. Pərvin hara gedəcək, Əkbər hara gedəcək. Ailə nədir? Oraya heç kimi buraxmamalısan. Ana, ata, qardaş, bacı, heç kim girməməlidir ora. Heç kim. Ailə sənin qalandır. O qalada sənsən və sənin xanımındır və balalarındır. Bura kimsə sənin ailənə müdaxilə eləməməlidir. Hər kəsin... Allah, mən ayrılmışdım da. İl yarım mən girməmişəm ki. Bilmirəm nə yiyirlər, nə içirlər. İndi kimlərsə girmişdi ailələrinə. Onlar da bir yerdədirlər də, yenə bir yerdədirlər. Elə bilirsiniz ki, Əkbərlə Pərvin uşaq ayrıdır. Yenə bir yerdədirlər. Zaten bir yerdədirlər. Bir yerdədirlər də, əlbəttə bir yerdədirlər. Söhbət ondan gedir ki, boş yerdə analarında ürəklərini bulandırırlar.
Zaten siz bir-birinizə Yəni bugün burada- azar deyib sabacan deyirsiniz. Yəni bugün Amma burada analarınızı normaldır. ürəyinə Məsələn, bulanır. İlahə öz oğlunu, öz qızını müdafiə eləyir, təbii ki eləməlidir. O da öz oğlunu müdafiə eləyir, təbii ki eləməlidir. Hər ikisi də öz balalarının arxasında dayanmalıdırlar. Çünki anadılar. Kim öz balasını ata bilər? Fərqi yoxdur. Amma Pərvin xanımın Zar bəy, Pərvin xanım uşağına münasibəti İlahə xanımın bir tarixi sözü var. Deyirdi Allah eləsin ki, o uşaq əhbərdən çıxmasın. O sözündən dönmür ki, yenə də onu deyir. Deyir Əkbər Pərvini qəbul edib, uşağı yox. Yox, DNT açılmalıdır. Hamımıza şübhəlidir. Nə ki məni? 10 milyon adam gözləyir onu ki, Başa nə düşürəm. çıxacaq? Amma bu DNT Valla açıldıqdan... yox, Quran haqqı yolda məni hamısı diriyirlər divara. Cicim bacım da olmamışıq. Allaha çox şükür ki, 7 ayında da ki, Allaha çox şükür elədiyini, sözünü də dedi, aldı da cavabını. Onda sən özün bilirsən də hara göndərmisən. Mənə bax, Gürcüstana gediyor. Yox Da, sən göndərdiyin yerlərə gedib də. Gürcüstana getmək nə dəyişdi ay Sənibər xanım? Taksi qoyduğun Yox, günlərdir. Gürcüstana getmək nə dəyişdi ki? Uşaq qucağında gedib, uşağı doğub Gürcüstanda gətirmir ki, uşaq Əkbərin yanında doğub da. Allaha çox şükür Ya belə danışaq Gürcüstandan da. da xəbəri bunu Yox, studiya elə dedilər deməyin də. də. Yox, o Gürcüstan sizin üçün bir bəhanə idi. Əgər o Yox, o Gürcüstana hamilə gedib bir də uşaq doğandan sonra. Uşaq Yox, dünyaya yox, gələndən yox, sonra. yox, Zahir Üzr müəllim, istəyirəm. xeyr, Üzr xeyr, istəyirəm. Bir saniyə. Bir saniyə də indi yadıma saldım. Uşaq dünyaya gələndən sonra 40-ı çıxmışdı O da bir neçə gedib gün. kimin yanına gedib? Mənim qohumlarım var orada, anam tərəfdən. Onların evinə gedib. İnşallah özləri bir də gedəcəklər hər o evə. Əkbərlə birlikdə.